Sizə bildirmək istəyirəm ki, bax, bura Vəngdir, Vəng restorandır, Vəng restoranı. Biz şəhid anaları, şəhid ataları gəlmişik bura. Vəngi, balalarımızın şəhid olduğu yeri ziyarət etməyə, gəzməyə. Biz də gəldik, biskə çay içək. Gəldik, qardaş, burada işçi sənlərin, araq sənlərin. Biz burada bu hırrıxananın əlindən bir yer tap çay içənmədik. Nə müdiriyyəti bizə yaxın durmadı, nə bir şey. Torpağı alan oğlanlar, torpağı canı verən oğlanlar qalıb bir kənarda. Burada elə bir insanlar oturub ki, elə bura erməniyə qalsa onunla yaxşı idi. O demək istəyirəm. Bax, bura erməniyə qalsa onunla yaxşı idi. Elə mən də həmişə onun deyəndə qınırsınız məni. Resimlerde işlədir və falan. Bax, bura Erməniyə qalsa mən Maya Quliyeva da onu deyirəm. Belə qarşılamazdı. Elə bax, o torpaqlar Ermənidə qalıydı, iş balalarımız da yanımızda olaydı. Vəssalam. Bax, mən də Maya Quliyeva. Elə onu demə cənab prezidentə. Bax, bunu kimə veribsə, mən bilmirəm. Hamısı da bilir ki, bunlar şəhid ailəsidir. Bax, bu restoranı. Hamı da bilir ki, Biz çay içə bilmirik burada. Şəhid ailesi biz çay içəməyən sonra. Bax, bizim uşaqlarımız torpağı niyə görə qanun verib? Elə Ermənidə qalıydı. Mənə bax, onu izah eləsin. Bizim nazirimiz, bizim prezidentimizə müraciət edirlər. Bax, bu restoranı gəlsə təqbir görsün ki, bu şəhid arası biz çay vermir. Amma gedin baxın, araqdan hamı vurur orada. Biz bilmirlər ki, biz şəhid arası kimdir. Bu nə deməkdir? Bu nə təşkildir?